Yaxşı. Deməli, təyinlər qurulusu neçədir olur? Yenə sadə və mürəkkəb. Yenə bu yetimlik hissəsinin ifadə olunanda olur sadə. Yenə söz birləşməsi ifadə olunanda və mürəkkəb adla ifadə olunanda olur nə? Mürəkkəb. Misal yazaq. Misal yazmaq. Feildə olduğu xəbərdə olduğu üçün. Bəli. Xəbərdə necədirsə, bütün cümlə üzvlərinin uşaqlar mürəkkəbli eyni qaydadır. Sistem eynidir. Sadə nitq hissəsidir, söz birləşməsi ilə mürəkkəb adlar mürəkkəb. Deyəm ki, gözəl vətən hamımızındır. Sizə bir dənə sual. Xəbər hansı şeydir? Nitq hissəsindən ifadə olunur. Əvəzli. Sadə xəbərdir, mürəkkəb xəbərdir. Sadə. İsmi xəbərdir, feil xəbər. İsmi xəbər. Gözəl söz hansı hissəsində ifadə olunur? Sifətlə. Vətənin necəliyini izah elədi. Nitq hissəsi sadəcə sifətlə ifadə olundu. Nitq hissəsinin ifadə olunursa quruluşda necə olacaq? Sadə. Belə deyiləm ki, icra məmuru Əliyev icra məmuru Əliyev gəldi. Gəldi belə xəbər, ismi xəbər bir şey. Gəlirəm. Feil xəbər, ismi xəbər. Gəldi. Yox, feil xəbər. Sadə mürəkkəb. Sadə. Əliyev mübtəda olaraq sadə mübtəda ismi mürəkkəb. Sadə. Nəyini ifadə olunur nitq hissəsində? Yaxşı, icra məmuru təyin, sadə təyin mürəkkəb. Mürəkkəb. Niyə? Çünki söz birləşməsi. Bravo. Deməli, söz birləşməsinin ifadə olunursa necə təyindir? Mürəkkəb təyin. Və yaxud da deyirəm ki, yaxşı dinləyən, yaxşı öyrənər. Feil xəbər, zəhlik, yaxşı dinləyən. Sadə xəbərdir, feil xəbər. İsmi xəbər, sadə təyini, mürəkkəb təyini. Yaxşı dinləyən, mübtəda olmağı deyil. Yaxşı dinləyən. Mübtədadır. Kim öyrənər yaxşı dinləyən? Mübtəda deyil, insan yazında bura, insan yazılır. Yaxşı dinləyən insan mübtəda, insan baxar. Sadə təyini, mübtəda, mürəkkəb təyini. Mürəkkəb təyini. Yaxşı desəm bəs, dinləyən insan. Dinləyən insan yaxşı öyrənər. Sadə. Niyə sadə oldu? Yavaş. Niyə bu sadə oldu da? Bu da feil nisbətdir, bu da. Niyə sadə oldu? Çünki orada tərkib var. Bəli. Bu tərkibdir. Nə tərkibidir? Feil nisbət tərkibidir. Bu amma sadəcə olaraq nədir? Feil nisbətdir. Feil nisbətlər cümlədə nə olur? Sadə təyin olur. Feil nisbət tərkibi cümlədə nə olur? Mürəkkəb təyin olur. Ayşə, bir bərabər güləşdir, təsdiqlanmır. Sən gülürsə mənim fikrim yandır. Yəni, güləcək bir şey olacaq, bərabər gülək, problem yoxdur. Mən də sizdən gülüm, heç bir sıxıntı yoxdur. Sonra fikrim istiqaları belə tam odaqlaya bilmirəm. Mən də dərsim odaqlanmayanda da, parçalananda mən dərs keçəmirəm. Yəni, qarşı aləmiyim. Ona görə, yəni səndə problem yoxdur, ona görə. Güləcək olan normal haldır, gülə bilərik. Bərabər gülək, bərabər gülərsən. Mən sənin gülməyinə razıyam, yəni narazı deyiləm. Gülmək hər şey insana məxsus lazımdır. Yaxşı, nə deyildim? Təyin. İfadə vasitələri. İfadə vasitəsi. İfadə vasitəsi nədir Hüseyin? Yəni, təyin ifadə vasitəsindən nə başa düşür? Yox, təyin ifadə vasitəsi. Bax, düşdü sual. Deyik, aşağıdaşlardan hansı təyin ifadə vasitələridir? Sən orada nəyə axtaracaqsan? Adları. Nələr cümlədə təyin olur?
nələr cümlədə təyin yaradır? Yəni, təyin olan nələr var? Biz nəyə əsasən deyəcək ki, bu təyindir? Və yaxud nəyə sual verəcək, təyin olacaq? İfadə vasitəsi budur. Xəbərli ifadə vasitəsi nə idi? Predikativ sözlər idi, nə idi? İsim idi, sifət idi, say idi, əvəzi idi, zərf idi, məsdər idi. Bir də təsviflənən feil idisə, bəs o, onun xəbərli ifadə vasitəsi. Təyinli ifadə vasitəsi nələrdir? Yəni cümlədə nələr, hansı nitqsələri, söz birləşmələri, feil birləşmələrmi, adlarmı, predikativ söz varmı, yoxmu? Ümumiyyətlə, nələr cümlədə təyin olur? Təyini yaradır. Bax, ifadə vasitəsi budur. Bunu yadda saxlayın. Bir şeyin məqsini bilsəz, tuta bilsəz, o şeyi öyrənmək daha asandır. Əzbərlikdən çalışın ki, qaçın. İndi təyin ifadə vasitəsi deyəndə nələr təyin olur? Bir, İsim. İndi sizə bir sual verir. İsim nə vaxt təyin ola bilər sizcə? İsimin sifətləşməsi nə deyik? Atributivləşmə. Atributivləşmə. Yəni sifət, isim, daha doğrusu, isim. Zərf. Bax, zərfin özü. Cümlədə sifətin sualına cavab verərsə, cümlədə təyin olacaq. Aydın mı? Niyə mən əvəzliklə say demirəm? Çünki əvəzliklə say onsuz da isimləşmədən cümlədə təyin olacaq. Amma zərflə isim mütləq cümlədə nə olmalıdır? Atributivləşməlidir. Yəni, sifətləşməlidir ki, cümlədə nə olsun? Təyin olsun. Sonra əvəzlik, sonra say, sonra feil sifət. Bunlar daha çox cümlədə nə olur? Təyin olur. Necə təyin olur uşaqlar? Sadə təyin olur. Bax, bunların hamısı quruluşda necə təyin olacaq? Sadə təyin olacaq. Nümunə yazıram. İsmə aid nümunə yazıram birinci. Böyle xırda cümlələrlə yazın da. Baxın, ismə aid nümunə. Deyirəm ki, taxta, qapı, düzəltdim. Düzəltdim feili xəbərdir, bəli. Nəyi düzəltdim qapını? Necə qapını düzəltdim? Taxta qapını. Burada diqqətinizi çatdırım ki, isimlərdən material bildirən isimlər var. Material bildirən isimlər var. Hansılardır? Taxta, qızıl, gümüş, bürünc, dəmir, benzin, kauçuk, beton. Bu tipli sözlər var ki, pambıq, yun. Bunlar material bildirən isimlərdir. Bu material bildirən isimlər özündən sonra gələn ismi izah eləyəndə cümlədə olur təyin. Bəzən sizə sual verirlər ki, belə bir cümlə yazarlar. Deyir ki, misal üçün, dəmir qapı, məsələn, dəmir qapı Dərbənd, dəmir qapı Dərbəndə gəldi. Deyir ki, aşağıda neçə dənə cümlə belədir. Deyir ki, sintaktik təhlili, misal üçün, gəldi xəbər, hara gəldi Dərbəndə, hansı Dərbəndə gəldi? Dəmir qapı Dərbəndə. İndi uşaqlar, sizə bir dənə sual verir. Hara olmalı? Dərbəndə hara sualını verir. Dəmir hara sualını necə verir biləsən? Dəmir qapı Dərbənd təyin. İndi sizə sual verir ki, bax cümlə üzrünü sual, bax cümlə verir. Deyir ki, A variantı cümlədə təyin olan qapı sözlərdən biri sifətdir. Sizcə burada sifət var? Görün, sizi çaşdırır. Cümlə üzrünü soruşur. Deyir ki, cümlə üzrünün ifadə vasitəsini, deyir ki, cümlədə təyin ifadə vasitələrindən biri sifətdir. Sifətdir mi?
Xeyr. İndi isə başqa bir dənə də siz saçılan cümlə deyirəm. Başqa bir dənə cümlə deyirəm. Deyir ki, Dəmir qapı dərbənin arasında beşi qoysan, dərbən əlavə olurdu. bəli. İndi sizə başqa bir cümlə deyirəm. Deyir ki, o, baxın, deyir ki, o gözəl, çiçəkli, bax deyir, o gözəl, çiçəkli bağda gəzirdi cümləsində. Harada gəzirdi? Bağda. Necə gözəl, necə çiçəkli, hangi təyinlər? Cümləsində təyinlər quruluşa müxtəlifdir. Sizcə doğrudur, səhvdir? Məsələn, A variantında verir ki, A variantında deyir ki, sizə deyir, səhvli tapın. Səhvli soruşur. A variantında verir ki, təyinlər quruluşa müxtəlifdir. Sizdən də səhvli soruşur. Sizcə bu doğru cavab, səhv cavabdır. Səhv. Yəni əslində səhv cavabdır. Bəli, biz bunu doğru götürəcəyik, cavab olaraq. Götürəcəyik. Niyə? Çünki bu quruluşa müxtəlif deyil. Nə olsun ki, bu çiçəkli düzəltməlidir. Amma nitq səsi nədir? Sifət. Nitq səsini ifadə olunur. Nitq səsi nədir? Sifət. Sadə sifətdir. İkisi də nitq səsinin ifadə olunduğuna görə biz də demişik ki, nitq səsinin ifadə olunursa nə olacaq? Sadə olacaq. Gördünüz sizə adi bir cümlələrdən nə oldu? Sual. Burada eyni lazımdır, diqqətli olmaq lazım uşaqlar. Aydın oldu. Yəni, təyinlər, ifadə vasitələri və quruluşuna diqqətli olun, mütləq. İstər nitq səsi sadə olsun, istər nitq səsi düzəltmə olsun, istər nitq səsi mürəkkəb olsun, fərqi yoxdur. O nitq hissəsidirsə, sadədir. Cümlə üzvü kimi sadə təyindir. Amma söz birləşməsindən ifadə olunsa, feil sifət tərkibindən ifadə olunsa, qoşmalı məstər tərkibindən ifadə olunsa, o mürəkkəb. Yaxşı? İndi hara qaldı? İfadə vasitələrini keçirik. Zərf, yuxarı, yerlər bizimdir. Bizimdir xəbər. Nə bizimdir yerlər? Hansı yerlər yuxarı? Cümlədə zərfdirmi? Zərfdir. Özündən sonra gələn ismi izah edirmi? Eləyir. Təyindirmi? Təyindir. Sadə təyindirmi? Sadə təyindir. Əvəzlik. Bu kitab mənimdir. Mənimdir xəbər. Nə kitab? Hansı kitab? Bu kitab. Bəzən sizə əvəzliklə bağlı bunu deyə bilərlər ki, şəxs əvəzlikləri cümlədə təyin olmur. Desələr, sizcə bu fikir doğrudur mu, yanlışdır mı? Yanlışdır. Şəxs əvəzlikləri cümlədə təyin ola bilir. Baxın, bizim kənd gözəldir, səfalıdır. Nə kənd? Hansı kənd? Bizim kənd. Əvəzlik değil mi? Yeri çox şeysi qəbul edeyim. Cümlədə təyin. Yəlikdən başqa halda olanda olur bəs. Yəlikdən başqa halda olanda əvəzlik mi? Olar. Məsələn, qeyri-təyinli söz birləşmələri var. Deyir ki, dağdan uca adım var. Dağdan uca adım var. Var xəbər, adım var. Necə adım var? Dağdan. Əvəzi ilə feilsət tərkibində ola bilər. Bizdə olan yerlər. Amma şey yox, ayrıcalıqda yox, belə yox. Amma feil sifətin tərkibində, söz birləşməsinin tərkibində ola bilər. Misal üçün var, bizdə olan məlumat. Mürəkkəb feil tərkibində ola bilər. Amma mürəkkəb feildir bu. Bunu biz əvəzi kimi götürmürük. Amma desək ki, təyinin ifadə vasitəsində yerlik halda olan əvəzlik işlənib, götürəcəksin. Bax, təyin ifadə vasitəsində bizdə olan mürəkkəb feildir. Olur mu? Mürəkkəb feilin əmələ gəlməsində bizdə sözündəki zərf əvəzlik varmı? Hal şəxsi əvəzlik varmı? Təyin ifadə vasitəsində əmələ gətirən sözlərdən biridir mi? Biridir. Amma əvəzlik deyil ha. Bu mürəkkəb nədir? Feil.
Ayrıcalıqda sən soruşursan ki, müəllim, bizdə sözünü yeri çaldanmaq sağlamaz. Təyin ola bilərmi? Xeyr. Ola bilməz. Sualım varsa bir. Başa düşmədim, nasıl bir? Okey. İndi, təyin harada qalmışdır? Say. 5-ci sinifdə oxuyur. Neçənci sinifdə oxuyur? 5-ci sinifdə oxuyur. Oxuyur xəbər. Nədə oxuyur sinifdə? Hansı sinifdə? 5-ci sinifdə. Təyin olduğunu o. Sonra feil sifət. Bayaq bilik. Baxın. Feil sifət. Bizdə olan. Hansı məlumat? Bizdə olan məlumat dəqiqdir. Necə məlumat dəqiqdir? Bizdə olan feil sifət. Bu təyin ifadə vasitələri. Bu da təyin. Təyinlə bağlı sualımız varsa verin. Təyin həmişə yanaşma əlaqəsində olurmu? Sizə bilən sual. Sizcə təyin həmişə yanaşma əlaqəsində olurmu? Xeyr. Xeyr. Olurmu? Olur nə xeyr deyirsən? Yəni olmaya da bilər. O mənada. Baxın uşaqlar. Təyinlər iki cür olur. Həmciz təyinlər. Bir də qeyri-həmciz təyinlər. Mən niyə sizə həmciz təyinləri izah edirəm? Bax, bu təyində mən əgər sizə izah etsəydim ki, həmciz təyin, qeyri-həmciz təyin, həmciz izah eləməsəydim, siz burada ilişəcəksiniz. Buna görə hər cümlə özünü həmcizliyi keçirəm ki, siz burada bilin ki, həmciz təyinləri, qeyri-həmciz. Həmciz nədir? Eyni suala cavab verən, biri digərini izah edən təyinlərdir. Biri digərinin izah olunur, ayrıca olaraq hərəsi izah edilir sözlə. Misal üçün deyirəm ki, bizim sevinəsi yaşayacaq günlərimiz qabaqdadır. Qabaqdadır. Nə qabaqdadır günlərimiz? Hansı günlərimiz? Bizim gün. Sizə bilən sual verir. Burada həmciz təyin var. Sizə bilən sual. Burada həmciz təyin var. Uşaqlar, burada həmciz təyin yoxdur. Çünki bizim günlərimiz nə var? Bizim gün. Bəzən söz birləşməsinin tərkibində sadalanan sözlər iştirak edə bilər və sözünə çaşıb həmciz təyin deməyərsiniz. Amma desək ki, seviləsi yaşanacaq günlərimiz var. Yaşanacaq günlərimiz var. Günlərimiz var desə, günlərimiz mübtəda, var xəbər, hansı günlərimiz sevinəcək? Hansı günlərimiz, yaşanacaq günlərimiz var? Nənin ifadə olunur? İfadə vasitəsi nədir? Ay, soğuk. Feil sifət. Sadəli müəkkəb? Sadə, bəli. Çünki yalnız feil sifətlə ifadə olunur. Amma bizim çoxlu yaşanacaq, çoxlu sevinəcək günlərimiz desək, o zaman müəkkəb olur. Afər. İndi, bu oldu həmciz təyinlər. Oldu? Qeyri-həmciz təyinləri, qeyri-həmciz təyinləri, bax, niyə görə həmcizdir? Yaşanacaq günlərimiz, yaşanacaq sözü ayrıca günlərlə işlənə bilir. Hansı günlərimiz? Yaşanacaq günlərimiz. Seviləsi sözü ayrıcalıqda günlər sözünə işlənə bilir. Hansı günlərimiz? Seviləsi günlərimiz. Amma qeyri-həmciz təyinlər ayrı-ayrılıqda bunlar kimi bu cümlələ işlənə bilmir. Qeyri-həmciz təyinlər birinci bunu izah edir, bu da bunu izah edir. Qeyri-həmciz təyinlərdə. Bax, deyir ki, yaşlı, donlu qız gəlir. Kim gəlir? Qız. Qız nə edir? Gəlir. Baxın, necə qız gəlir? Donlu qız. Donlu sözü qız izah elədi.
Yaşıl qız izah edir yoxsa donunu? Donluğunu izah Hə, edir. doğru. Ay sağ ol. Gördünüz. Birinci gələn təyin izah edir, təyin də mübtədanı izah edir. Bax bu ikisinə deyir ki, qeyri-həmsiz təyinlər. Yəni birinci təyin birbaşa qızla əlaqə girə bilmir. Yaşıl sözü donu izah etdiyi üçün bu ilə də qızla əlaqə edə bilmədiyi üçün qeyri-həmsiz təyinlər. Və bunlar arasında bax bu ikisi arasında tabeysizlik bağlayıcısı var. Tabeysizlik. Çünki biz demişdik ki, həmci sözlər arasında hansı bağlayıcı olur? Tabeysizlik. Amma bunlar arasında yanaşma əlaqəsi var. Niyə? Çünki bu buna yanaşır, bu da buna yanaşır. Burada tabeysizlik əlaqəsi yoxdur. Deyə bilərsin, müəllim, bu qeyri-həmsiz təyinlə keçməyin mənası nədir? Sabahlarım sizə belə bir cümlə verər. Deyər ki, bu cümlədən neçədən əlaqə var? Və yaxud da deyər ki, bu cümlədə əlaqələrin, bax, sintaktik əlaqəni deyir, qrammatik demir. Deyər ki, bu sintaktik əlaqənin bütün növləri var. Sizcə var? Tabeysizlik yox. Ən azından tabeysizlik yoxdur. Buna görə də qeyri-həmsiz təyinlə diqqətli olun. Qeyri-həmsiz təyinlə nə oldu? Birinci gələn təyin, özündən sonra gələn təyin izah edir. Birbaşa mübtədanı izah edə bilmir. Bunu belə yadda saxlayın. Yəni, yaşıl donlu qız, yaşıl donu izah edir, donlu qız izah edir. Amma həmsiz təyinlə ayrı-ayrılıqda özləri mübtədanı izah edə bilirlər. Buna da deyir ki, həmsiz təyin. Aydın oldu uşaqlar. Təyinin əlavəsində bir izah, təyin özündən sonra. Məsəl üçün, bir dənə təyinin əlavəsini gəlin sizdən bərabər düzəldir. Misal üçün, bir dənə cümlə deyin, əlavə düzəldir sizdən. Məsələn, deyəm ki, çalışqan. Buna əlavə nə var yəni? Əlavə deyin gör. Çox oxuyur. Çox oxuyan. Çalışqan deyir ki, Hüseyin əlaçıdır. Düzdürmü? İndi çalışqanın əlavəsi nədir? Çox oxuyur. Və yaxud da deyirəm ki, hər gün mənə zəng edən suallar verən Hüseyin bugün zəng etməyib məni narahat etməyib. Burada əlavə var. Niyə yoxdur ki? Var, hər bir Neçədən əlavə var? Suallar verən zəng. 2 dənə. Ha? 2 dənə. Hansının əlavəsi var? Bir orada çalışqandır. Ay, sağ ol. Bax, mənə hər gün zəng edən suallar verən. Bax, biri budur. Hər gün zəng edən suallar verən. Hüseyin. Mübtəda. Bugün zərflik. Zəng etməyib. Etməyib xəbər. Zəng etməyib xəbər. Narahat etməyib. Burada xəbərin əlavəsi var. Bax, narahat etməyib, zəng etməyibin əlavəsi. Deməli, burada həm təyin əlavəsi var, həm də xəbərin əlavəsi var. Aydın oldu. Oyda, boğazım qurudu. Sualınız olur.